Prezident İlham Əliyevin Qarabağ səfəri bir daha göstərdi ki, azad edilmiş torpaqlarda quruculuq mərhələli və planlı şəkildə davam edir. Dövlət başçısının hər səfəri isə aparılan işlərin sürətlənməsinə zəmin yaradır. Prezident İlham Əliyev Qarabağda. Hər səfər yeni bir ab-hava, yeni dirçəliş gətirir bu bölgəyə. Qarabağın hər parçasında çiçəklər bitirilir. Bu yerlər dirçəldilir, həyat geri qayıdır. Bu qayıdışın memarı Prezident İlham Əliyevin hər səfəri Qarabağın daha tez və sürətli inkişafı üçün də zəmin olur. Yeni açılışlar, təməl qoymalar, istifadəyə hazır olanlara baxış Qarabağın inkişafını bir qədər də yəqinləşdirir. Ağdam, Kərkicahan, Xankəndi, azad edilmiş Qarabağın hər bucağında indi təkcə yeni yollar, evlər və məktəblər inşa olunmur, həm də sakinləri yurt yerinə qaytarılır. Yurt yerində məskunlaşan sakinlər isə dövlət başçısına minnətdarlığı da unutmurlar. Allah sizi qorusun. Allah sizi qorusun. Mənim komandarım Allah sizi qorusun. Bu yerdə sakinləri ürəkləndirən məqamlara diqqət çəkməmək olmur. Nədən belə sərbəstdilər sualının cavabı isə çox sadədir. Dövlət başçısı və birinci xanım əlçatan və ünsiyyətçildilər. Sadə və səmimidilər. Bu isə sakinlərin çəkincənliklərini tamamilə yox edir. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca heyətlər sizə həmişə dayaq olsun. Balaca heyətlər artıq böyük. Ay Allah! Siz dediniz, çox xoşbəxt olsunlar, balaları da xoşbəxt olsun. O cümlələri iki uşağı var. Bu həm də Ermənistana bir mesajdır ki, siz verdiyiniz sözlərə əməl edin, danışıqlarınıza əməl edin. Biz öz torpaqlarımıza qayıtmaqda səmimiyik. Biz bunu bütün yollarla qayıtmağa hazırıq. Siz bizim hərbi hazırlığımız kimi iqtisadi hazırlığımızı, gücümüzü də görün və bu həm Zəngəzur dəhlizinin açılmasında, həm Ermənistanın gələcəkdəki addımların daha dəqiq, sürətli və danışıqlar əsasında vaxtında aparılmasına bir mesajdır. Bu sadə görüşlər bir həqiqəti də açıq göstərir. Lider xalqın içində olanda daha güclü və etimadlı olur. Prezidentin bu keyfiyyətlərə malikliyi də etimad yaradır. Etimadsa sabit gələcək deməkdir. Dövlətlə vətəndaş birliyinin nəticəsi bax budur. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.